Bir qızı təsəvvür et. Həm təyyarə pilotudur, həm BMT-də danışır, həm də FAO-da qərar verir. İnanılmaz gəlir, elə deyilmi? Onun adı Xəmsədir. Ərdəbil qızı. Hicabı, kimliyi və özünə inamı ilə dünyanın yüksək tribunalarında görünən ilk İranlı gənc qadın. Uşaqlıqdan səmanı seçib. Uçuş dərsləri aldı. PPL ilə pilotluğa başladı. Onun üçün göy sadəcə xəyal deyil, yaşadığı yoldur. O bununla kifayətlənməyib. Torpaq biologiyası, ekotexnologiya, ağır metal çirklənməsi, FAO-nun Torpaq Sağlamlığı Komitəsinin aktiv üzvüdür. 2 ardıcıl dövr BMT-nin ECOSOC şurasında İranın gənc nümayəndəsi. Bu rolların hamısında eyni anda olan ilk İranlı qız. 4-cü dan taekvondo, peşəkar atıcı, 3 dil bilir, dərs deyir və bütün beynəlxalq tədbirlərdə hicabı ilə, öz kimliyi ilə, qürurla çıxış edir. Bəzən bizə yanlış nümunələr göstərirlər. Amma sənin fikrincə, Xəmsə gənc qadınlarımıza və qızlarımıza ən gözəl örnək deyilmi?